Herkese salam. Bugün asan hazırlanan çox ləzzətli yemək reseptini bölüşürəm. Yemək üçün 1 ədəd soğan, 2 ədəd kök, 400 qram ət, 3 ədəd kartofu doğrayırıq. Tavaya duru yağ əlavə edib möhkəm qızdırırıq. Əti gür odda suyu çəkilənədək qapağı bağlı bişirib qızardırıq. Mən dana əti istifadə etdim, ancaq siz istəsəniz toyuq və ya mal əti ilə də hazırlaya bilərsiniz. Ardından üzərinə kök, soğan, 2 diş sarımsaq və 2 yemək qaşığı kərə yağı əlavə edib soğan yumşalanda qovururuq. Üzərinə 2 yemək qaşığı tomat pastası əlavə edirik. Kartofu, üzərini örtəcək qədər isti su, zövqə görə duz, istiyot, sarı kök və 2 ədəd dəfnə yarpağını əlavə edib qarışdırırıq. Qapağı örtüb, vamodda ərzaqlar bişənədək qaynadırıq. Yemək bişdikdə konserva yaşıl noxud əlavə edib qarışdırırıq. Videodan göründüyü kimi bu yemək asan hazırlanır, həm də çox ləzzətli olur. Mütləq hazırlayıb dadına baxın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.